Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Hər birinizi salamlayıram dostlar. Ümid edirəm hər biriniz yaxşısınız. Bugün sizə Qala qəsəbəsində Qala Şuvalan yolundan 30 metr məsafədə Qala 4 yolu bilənlər bilir. Oradan maksimum 100 metr məsafədə şəxsi istifadə üçün inşa olunmuş belə bir bağ evi təqdim edəcəm. Eksklüziv bir variantdır. 2 sot yarım torpaq sahəsində 220 kvadratlıq 4 otaqlı bir evdir dostlar. Qısa məlumat verəcəm. Hər hansısa sualınız yaranarsa istənilən vaxt üzrə əlaqə saxlaya bilərsiniz. Su, qaz, işıq daimidir, sənədləri qaydasındadır dostlar. Qiymətin əvvəlcədən vurğuluyum. 270 min manata deyilir. Real müştəriyə endirim olacaq. Bizim səhifədən gələnlərə xüsusi bir endirim var. Giriş darvazası dostlar. Girişdən evin görünüşü belə görsənir, tam əşyalı az yaşayış olmuş bir evdir. Girişdən sağ tərəfdə manqalı mövcuddur. Balaca dekorativ ağacları var. Girişdən sol tərəfdə hovuzu, hovuzun üzərində şəlaləsi və burada da terası, qonaq otağından terasa çıxışı var. Evin sağından solundan hava işləmək üçün yetərincə yeri var. Gəlin qısa olaraq evlə sizi tanış edin, dəyərli izləyicilər. Bir də vurğuluyorum, tam əşyalı bir evdir. Bura evin holudur. Yetərincə genişdir, ümumi olaraq istifoldan ibarətdir, dəyərli izləyicilər. Deməli, girişdən sol tərəfdə, təbii ki, holda qarjı falan yığılır. Girişdən sol tərəfdə qonaq otağı yerləşir. Burası qonaq otağıdır. Hündür tavanlıdır. Səliqəli və gözəl bir evdir. Bura qonaq otağıdır. Qonaq otağı, hol, mətbəx kermogranitdir. Ümumi olaraq birinci mərtəbə belə deyim kermogranitdir. Yataq otaqları bahalı laminatdır. Bura mətbəxidir. Girişdən sağ tərəfdə mətbəxi qalır. Mətbəx mebeli, elektronika hamısı var. Özü də ən yaxşısından. Demək olar ki, istifadə olunmayıb. Sonra dəyərli izləyicilər, bura birinci evin, birinci mərtəbənin hamam otağı, sanitar qovşaqla bir yerdə yetərincə böyükdür və genişdir. İnanın ki, çox gözəl işlər görülüb, səliqəlidir və çox keyfiyyətlidir. İndi isə ikinci mərtəbə ilə qısa olaraq sizi tanış edeyim. Pilləkən qəfəsi dəmirdir, üzr istəyirəm, şüşədir, üzərisi paslanmayan alüminiumdur. Dostlar, bura ikinci mərtəbənin holudur. İkinci mərtəbənin holu da kermogranitdir. İkinci mərtəbədə ümumi olaraq istifoldur. Yataq otaqları isə bahalı laminatdır. Bura ikinci mərtəbədir. İkinci mərtəbənin əsas hamam otağı sanitar qovşaqla bir yerdə. Ümumilikdə 3 yataq otağı var. Bura birinci yataq otağıdır. Yataq otaqları da yetərincə böyükdür. Daxilində hamısının qardırobu var. Bura ikinci yataq otağıdır dostlar. Yenisi ilə burada tam əşyalı. Özünün böyük qardırobu və balaca bir balkonu var. Görürsünüz, əsas yoldur. Əsas yoldan maksimum 100 metr məsafədə yerləşir. Bura isə böyük yataq otağı sayılır. Daxilində özünün hamam otağı var. Otaqlarda kondisioner falan hamısı var. Və qardırobu yataq otağına aid olan hamam otağı sanitar qovşaqla bir yerdə. Deməli dostlar, Şuvalan Qala yolunda 2 sot yarım torpaq sahəsində 220 kvadrat yaşayış sahəsi olan 4 otaqlı bağ evi 270 min manata satışa təklif olur. Diqqətiniz üçün təşəkkür edirəm, bizi izləməkdə qalın.